Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib və 39 yaşlı rayon sakini Tünzalə Yusifova bu ad və soyad şərtidir barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb, bildirilib ki, Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir. Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları mina təmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmuyor. Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura və s. kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini də iddia edib və videonun TikTok və YouTube platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib. Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib. Tərtər rayon məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb, belə ki, ona qazancından 10% tutulmaqla 8 ay müddətə islah işləri cəzası verilir. Ümumiyyətlə, dəyərli dostlar, sosial mediadan istifadə edərkən xüsusən diqqətli olun, başqa insanları ləkələməyin, başqa insanlara necə deyirlər, çamur atmayın.